إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adı ilə. Allahın salavat-ı səlamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Allahın salamı olsun siz əziz izləyicilərə. Natiq-i Quran verilişində yenə sizin xidmətinizdəyik. İnşallah qonaqlarımızla lazımlı və mühüm mətləbləri, mövzuları sizlərin diqqətinizə çatdıracaq. İnşallah Quran tilavəti ilə və bacardığımız qədər inşallah əlimizdən gəldiyi qədər çalışacağıq. Bu verilişimizdə də siz əzizlərin diqqətinə İmam Hüseyn əleyhissalamın bu Kərbəla yolunun Qur'ana nə qədər xidmətləri var, onlardan siz əzizlərin diqqətinə çatdıracağıq. Əuzu billah minəşşeytanirracim. Ya əyyətühən nəfsul mutmainnə irci'i ilə rabbiki radiyətən mərdiyyə fədxuli fi ibadi vədxuli cənnəti. Bəli, əziz izləyicilərimiz, bu tilavət etdiyimiz ayələr Əhl-i Beytin haqqında olan ayələrdəndir. İmam Hüseyn əleyhissalamın şənində olan ayələrdəndir. Mən mövzumuza keçməmişdən öncə istərdim siz əziz izləyicilərimizə, qonaqlarımızı təqdim edeyim və sonra mövzumuza davam edək. İlk öncə olaraq əziz Quran ustadı, ruhani alim Hacı İlkin Həsənzadə bizim qonağımızdır, hamımıza tanış simadır. Hacı İlkin Həsənzadə həm Quran sahəsində və həm Əhl-i Beyt məktəbinə xidmətində həmişə fəal olub. Allahdan istəyimiz odur, Hacı. Həmişə Quran, Əhl-i Beyt xidmətində olasınız. Xoş gəlmişsiniz, buyurun Hacı. Mən də sizi salamlayıram və dəyərli qarimizi salamlayıram. Allah nəvəsinə bərəkət versin və o cümlədən dəyərli izləyicilərimizi salamlayıram. Allah köməyiniz olsun, Hacı. Təşəkkürlər. Və növbəti qonağımız Quran qarisi Dadaşbala Quliyev buradadır. Dadaşbala Quliyev də bəli tanınmış, Quran sahəsində tanınmış simalardandır. Dadaşbala qardaşımız həmişə Quran sahəsində öz tilavətləri ilə və tilavətlə də yanaşı Quran əxlaqı ilə bizim xatirəmizdə və əziz izləyicilərimizin xatirəsində qalıb. Allah inşallah daima Quran və Əhl-i Beyt məktəbinə xidmətində müvəffəq eləsin inşallah. Sizi də salamlayıram, xoş gəlibsiniz. İstərdim inşallah siz də salamlaşasınız. Aleykümselam, Allah razı olsun, minnətdaram. Hacı İlkin müəllim ustadımızı salamlayıram. Aleykümselam. Dəyərli izləyicilərimizi salamlayıram və bizlər də bu dəftərə adımızın yazılmasını səbəb olduğunuz təşəkkür edirəm, minnətdaram. Allah razı olsun. Allah köməyiniz olsun, çox sağ olun. Çıxanda canım Hüseyn, bir dəqiqə lütf edəsən, bir ömür səsləmişəm, can verəndə baş çəkəsən. Ölən zamanda ağa, gözlərim qalar qapıda, o qədər gözləyərəm, başım üstə sən gələsən. Bəli, əziz izləyicilərimiz, Natiq-i Quran verilişində sizin xidmətinizdəyik. İlk öncə olaraq Quran tilavəti ilə verilişimizə başlayacaq. İnşallah Dadaşbala əzizimiz Quran tilavət edəcək. İnşallah hardan tilavət edəcəksiniz yerlərdə deyin, əziz izləyicilərimiz bilsin. Allah razı olsun sadəcə. İnşallah Həl-Əta surəsi, yəni İnsan surəsindən əvvəldən 9-cu ayəyə qədər inşallah tilavət edəcəyik. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim.
هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا عينا يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا الله أكبر بسم الله الرحمن الرحيم يا أيتها النفس المطمئنة يا أيتها النفس المطمئنة ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي وادخلي جنتي
يا أيتها النفس المطمئنة ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي وادخلي جنتي صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əhsən. Çox sağ ol. Allah köməyin olsun. Allah ömrünə nəfəs və bərəkət versin inşallah. Bəli, əziz izləyicilərimiz, Natiq-i Quran verilişində biz sizlərə İmam Hüseyn əleyhissalamın Qur'ana, Qur'an yoluna xidməti və Qur'anın dilindən danışdığı sözləri çatdırmağa çalışırıq. Bir gün Həzrəti İmam Hüseyn əleyhissalam Əli əleyhissalamın huzurunda əyləşmişdi. Bir nəfər gəldi, Əli əleyhissalama buyurdu ki, ya Əli, Qur'an-ı Kərimdə Bəqərə surəsinin 199-cu ayəsində Allah Nasdan söhbət eləyir ki, ey insanlar, insanların getdiyi yoldan siz də gedin. Təqribən ayənin məzmununu deyirəm. Orada Nasdan məqsəd kimdir? Əli əleyhissalam üzün çörür İmam Hüseyn əleyhissalama, deyir ki, sənin sualın cavabın qoy oğlum Hüseyn versin. Çünki bunlar hamısı bu ayələrin, bəli, mənaların, şərhlərin Peyğəmbərdən öyrənmişdilər. Bunlar hamısı danışan Quran idi. İrs olaraq, bəli. Onlar Peyğəmbərimizdən ən böyük apardığı işlərdən elə biri bu həmən Quranın ayələrinin təfsiridir. Deyir, İmam Hüseyn əleyhissalam buyurdu ki, Peyğəmbər deyir, Nasdan məqsəd Əhl-i Beytdir. Ki, ayədə buyurur, ayə belədir, ayədə buyurur ki, insanlar, siz də o insanların getdiyi yoldan çalışın, Məş'ərül Hərama tərəf yol tapın, o insanlardan məqsəd bizük. Və başqa bir ayədə Əşbəhun Nas var. Bəs onlar kimdir? Buyurur, onlar da bizim şiyələrimiz ki, bizim şiyələrimiz də bizim ardımızdan gələr və bizim yolumuzu davam elətdirər. Bəli. Bəli, Hacı, mən istərdim İmam Hüseyn əleyhissalamın bu Kərbəla yolunda oxuduğu ayələrdən mən sizə bir neçə sual verəm ki, inşallah siz də əziz izləyicilərimizdə orada olan mövzuları xatırladasınız. Bilirsiniz, Kərbəlanın özündə belə var ki, İmam Hüseyn əleyhissalam gəlirdi ki, insan o, belə deyək də, orada olan düşmənlərlə söhbət eləmək, Quranı belə qucağında tuturdu. Yəni, Qur'anla çıxardı onların huzuruna ki, yəni biz Qur'ana bağlı bir insanlar. Ki, Sələbiyyə mənzilində İmam Hüseyn əleyhissalam bir nəfərlə orada görüşür. İmam Hüseyn əleyhissalam ondan soruşur ki, sən kimsən, haralısan? Deyir ki, Küfəliyəm ağa. Deyir, Küfədən nə xəbər var? Küfədən nə xəbər var? Deyir, İmam Hüseyn əleyhissalama deyir ki, getmə Küfiyə tərəf. Müslüm İbn Əqil ki, İmam Hüseynin belə deyək, göndərsidir, bəli, elçisidir. Onu və Hani ibn Ürvəni şəhid ediblər. İmam Hüseyn əleyhissalam orada bütün belə deyək, bəlkə bizim Azərbaycanımızda əksər insanların tanış olduğu bir ayəni oxuyur. İnna lillah və inna iləyhi raciun. Məqsəd nə idi bu ayəni oxumaqda, Hacı? Bəli, Allah bizi İmam Hüseyndən və onun sahabələrindən ayrı sarmasın inşallah. Yer üzündə ən dəyərli sahabələr və imtihanı ağır olan sahabələr İmam Hüseyn əleyhissalamın sahabələri idi. Çünki o sahabələrə ölüm səhnəsi əvvəlcədən göstərilmişdi və yəqin olmuşdu ki, biz sabah bir-bir hamımız şəhid olacağıq, qətlə yetiriləcəyik. Ona görə bəzi alimlər deyirlər ki, İmam Hüseynin sahabələri əfsəldir. Yəni, yəqinə çatmış və sonra dünyasını dəyişmiş
insanlardır. Ona görə bu günə qədər də onların xatirəsi əziz tutulur, yəni xatırlanır və onların şəhadətləri matəmlə qarşılanır, yəni matəm saxlanılır. Halbuki, yəni bizim ən əziz insanımız, yaxınımız belə əldən gedəndə ona biz bu qədər illərdə matəm saxlamırıq. Sadəcə olaraq, il dönümü olaraq xatırlayırıq. Amma bu dərəcədə ağlayaq, bu dərəcədə məsəl üçün hüzünlü olaq olmur. Bu da Allahın bir onlara verdiyi o əbədiyyətdir ki, Allah onları yaşadacaq. Yadınızda olsa, Seyidcan, biz Quran əti verilişlərin birində bir xanım haqqında danışmışdıq. Əbdülalın həyatını danışanda onun müəlliməsi olur. Seyyidə Məryəm haqqında ki, bir kör qadın Qurana xidmət edir və bu günlər biz onun haqqında danışırıq. Yəni Allah bizə vadar edir ki, biz onu xatırladaq. Əslində bu bizim bir insanlıq vəzifəmizdir. Bəli, çünki Allah onu istəyir ki, yaşatsın. Çünki Allahın bu vədidir. İmam Hüseyin əleyhissalam ki, orada sözümüzü uzatmayaq. İnna lillah və inna ileyhi raciun. Yəni biz Allah tərəfindən gəlmişik və Allah tərəfinə də qayıdacağıq. Artıq orada təsdiqləyir ki, bizim ölüm qətlimiz artıq sadir olub. Yəni Kufədən buna müsbət cavab gəlməli idi, amma nəticəsində mənfi bir cavab gəlir. Mənfi cavabda yaxın elçilərinin qətlə yetirilməsi idi, məzlum formasında. Yəni birinci məzlum oldular, sonra onları qətlə yetirdilər. Artıq İmam Hüseyin əleyhissalam orada işin bilir ki, artıq bizim gedəsi yerimiz yoxdur. Ona görə bayaq qeyd elədim ki, İmamın sahabələri yəqinə çatdılar ki, bizim dəfn olunduğumuz yer ayağımızın altındadır hal-hazırda. O torpaq ki, biz durmuşuq onun üzərində, sabah bura bizim dəfn olunacaq yerimiz olacaq. Ona görə İmam Hüseyin əleyhissalam o ayəni oxudu. Həm də Hacı, bu inna lillah və inna ileyhi raciun ayəsini adam bir düşünəndə, siz təsəvvür eləyin, yəni gör həyat insan üçün yəni həm maraqlı olar, həm də yəni insan o olacaq hadisələrə görə narahat olmamalıdır. Bu yəqin inna lillah və inna ileyhi raciun Seyidcan, bu özü əslində axirətə etiqad, biz Allaha tövhid məsələsində bir də məaddır da, düzdür. Biz Allaha yəqinliyimiz olan halda, tövhidə yəqinliyimiz olan halda, eyni zamanda məada da yəqinliyimiz olmalıdır. İndi biri deyə, mən Allaha inanıram, amma ölümə inanmıram. Bu əsl tövhid hesab olunur? Xeyr. Yəni tövhid hesab olunmur bu. İmam Hüseyin əleyhissalamın bu sözündə, yəni biz Allah tərəfindən gəlmişik və Allah tərəfinə də qaydacağıq. İnsanlara bir növ orada tövhidi də aşılayır. Çünki həmin dövrlərdə biz İmam Hüseyin əleyhissalamın çıxdığı məqsədə baxanda, yazdığı məktuba baxanda biz baxırıq ki, orada deyir ki, mən yalnız cəddimin şəriətin diriltmək üçün mən bu addımı atıram və İmam Hüseyin əleyhissalamın atdığı addımda elə bir addım atır ki, orada sual işarəsi yaranmasın ki, bu nəfsi istəklərdən ötürü yola çıxır. Çünki yəni nəfsi istək, yəni ağıl bunu deyir ki, nəfsi istəklə qırağa çıxsan, məsələn, hakimiyyət uğrunda, əgər mən qırağa çıxıramsa, niyə ailəmi, uşağımı, körpə südəmər balamı mən o boyda zəhmətlə qırağa çıxardıram və yaxud da insanların onu tək qoyacaq ehtimalı da var idi. Niyə görə mən ailə uşağımı aparım, əsir düşsünlər. Mədinədən ta Kərbəlaya qədər yetərincə məsafə var, doğrudur. Onun üçün İmam Hüseyin əleyhissalam bilirdi ki, artıq bu addımı atmasa, cəddinin o şəriəti tamamilə aradan getmək üzrədir artıq. Çünki orada deyir ki, ölmüş şəriəti, babamın o aradan getmiş şəriəti mən diriltmək istəyirəm. İmam Hüseyin əleyhissalamın bir sözü var, deyir ki, İnkânə dinu Muhammedin ləm yəstəqim illa bi qətli fəya suyuf xuzini. Əgər cəddin Peyğəmbər ölümümlə şəriət diriləcəksə, doğrudan da elə o şəriət elə bir vəziyyətdə olmuşdu ki, onu ancaq qan dirildə bilərdi.
onu ancaq başların getməsi dirildə Yəni siz bilərdi. təsəvvür edin ki, Quran ayələrin öz məqsədləri üçün Bəli, tərcümə eləyirdilər bəli, və bəli. insanlar da bunu belə deyək, könül xoşluğu ilə qəbul edir ki, elə belə olmalıdır. Bəli, bəli, bəli. Siz təsəvvür edin, İmam Hüseyn əleyhissalamı gətirib Nuh peyğəmbərin oğlu ilə müqayisə eləyirdilər ki, öz məqsədləri üçün və İmam Hüseyn əleyhissalam bütün bu ölmüş şəriəti diriltmək yolunda. Mən hacı nəyə qeyd eləmək istəyərdim? Bu İmam Hüseyn əleyhissalamın bu tilavət elədiyi ayə. Doğrudan biz bir gün bu dünyanı tərk eləyib öləcək. Yəni bu belə əbədi qalmayacaq ki bu dünyada. Doğrudan nə xoşdur o insanın halına ki, bu dünyada bir xidmət eləyib bu dünyasını dəyişən. Mənim yadıma gəlir, bizim bir yaxın var idi, bir oyun var idi, belə kompüterdə bir oyun var idi, orada bir cəngavər var idi. Doğrudan belə və həmən oyunu belə İslami bir oyun kimi də düzəltmişdilər. Bu həmən elə bil ki, o cəngavər çox böyük xidmətlər eləyirdi. Axırda o belə deyək də özünün belə deyək o sığınacağı var idi. O sığınacaqda elə oturduğu yerdə qılıncına söykənmiş öldü. Bizim o tanış adam deyirdi ki, bunu ölümü mənim xoş, bunun bu cür zəhmətləri var idi. Belə Mənim xoşuma gəlmədi belə ölüm. Cəngavər gərək belə ölməyə. Yəni İmam Hüseyn əleyhissalam kimi şəxsiyyətin belə deyək də biz o xidmətlərinin müqabilində onun belə də yorğan döşəkdə dünyasını dəyişmək. Ya Həzrət Əli əleyhissalam ki, o cür o qılınc zərbələri var idi ki, Peyğəmbər onun haqqında buyurmuşdu ki, Əlinin qılıncı ibadətüs səqələyindən əfzəldir. Onun yorğan döşəkdə belə deyək, ölməsi, belə deyək, onun o varlığına, şəninə uyğun deyil idi. Biz əvvəl-axır bu dünyada bir gün bu dünyamızı dəyişəcəyik, amma nə xoş o insanın alına ki, şərəfli və ləyaqətli ola. İmam Hüseyn əleyhissalamın oxuduğu ayə bəzən də görsən, insanları bu hadisələr qarşısında biraz yüngülləşdirir. Bir nəfər mənə zəng vurmuşdu ki, Peyğəmbər Salavatullahın ölüm yatağında olan vəsiyyətin soruşurdu ki, bəs orada məsləhət olur ki, Peyğəmbər Salavatullah məktub yazsın ki, məşhur hədisdir də ki, məndən sonra yolunuzu azmayasınız və onu orada qoymurlar yazmağa ki, Peyğəmbər qızmalıdır. Ən nəhayətdə bizə Allahın kitabı yetərlidir. Orada Peyğəmbərə Salavatullaha bir dənə belə deyək də xoşa gəlməz bir söz deyilir ki, qızmalıdır, ola bilər ki, sayaqlayır. Bəli, ağlı huşu gedir, ağlı əstəğfurullah, yəni huşu gedir. Quran-ı Kərimdə Nəcm surəsində Allah Taala buyurur ki, Peyğəmbər heç vaxt öz nəfsindən danışmaz. Və mə yantiqu anil hava in huwa illə vahiyyun yuha. Biz ona vəhy etdiyimiz zaman o danışa bilər. Burada imamlarımızın atdığı addımlar, həmin o şərəfli ölüm məsələsinə gəldikdə, məsələn, biz baxırıq Həzrəti Əlinin salamullah əleyhin Peyğəmbərdən sonraki həyatına 25 il səbir mərhələsini keçirdir. Halbuki həmin o Əli ki, müharibələrdə qaçmazdı, ilk səhnələrdə olardı, Xeybərin, bəli. Yəni, bunlar nə qədər fəzilət var Həzrət Əli haqqında. Bir zamanda 25 il səbir edir. Bu imamların ilahi tərəfdən idarə olunmasıdır. Yəni, bizim dediyimiz bundan ibarətdir ki, əgər İmam Hüseyn Muaviyyənin dövründə bu addımı atmadısa, gəldi Yezidin dövründə bu addımı atdısa, Muaviyyənin dövründə atmadığı addım qorxaqlıq deyil. Və yaxud da İmam Həsən əleyhissalamın sülhü qorxaqlıq deyil. Necə ki, Peyğəmbər Hüdeybiyyə səhv eləmirəm, sülhü idi də, düzdür? Sülh elədi, orada Peyğəmbərə etiraz elədilər. Peyğəmbərin yanında olanlar etiraz elədilər ki, sən bizi xar elədin kafirlərin, müşriklərin qarşısında. Amma Quran ayəsi nə deyir? Deyir ki, bu sizin üçün bir fəthdir. Sizin üçün bir dənə neymətdir bu sülh. Yəni, İmam Həsənin sülh eləməsi, İmam Hüseyn əleyhissalamın gəlib Yezidin dövründə qiyam eləməsi, bunlar hamısı Allahın məsləhəti iləndir. Niyə ki? Bunlar öz məqsədləri üçün çıxmayıblar yola. Bəli, çünki Peyğəmbər öz həva-i həvəsindən danışmayıb, ancaq vəhdən danışıbsa, bunlar da Peyğəmbərin təyin elədiyi, ilahinin təyin elədiyi insanlardır. Bunlar heç vaxt İmam Hüseyn əleyhissalamın
qiyamı məhz vaxtında olunan bir qiyam idi. Yəni orada İmam Hüseyin əleyhissalam müqavimət göstərməsəydi belə, onu elə o qaydada da öldürsəydilər, yenə o qiyam idi. İmam Hüseyin əleyhissalamı öldürməyib, onu zindana atıb, zindanda elə ömrün çürütsəydilər, yenə qiyam idi. Niyə? Burada Kərbəla sanki mərhələli formada İmam Hüseyin əleyhissalam höccəti tamam eləyir Mədinədən Məkkəyə. Məkkədən bizə bunu danışmaq asandır sadəcə olaraq. 1 saniyə, 2 saniyə içərisində bu məsələni deyirik Mədinədən Məkkəyə, Məkkədən Kufəyə. Xeyr, belə deyil. Bu yarım il, yəni 6 ay müddətində bu proses baş verir. Bu 6 ay müddətində sanki İmam Hüseyin əleyhissalam 6 ay təbliğ edir ki, ay insanlar, ay cəmaat, Quran aradan gedib, artıq xurafatlar meydana çıxıb. Öz istədikləri formada hədislər düzəldirdilər, öz istədikləri insanı xar edirdilər. İstədikləri kimi Quran ayələrini öz məqsədləri. Öz istədikləri kimi haramı halal edirdilər, halalı haram edirdilər. Yəni insan, bu hansı dindir ki, məsəl üçün mən istədiyim formada yaşayıram, öz nəfsani istədiyim formada yaşayıram və hər şeydə özümə dinlə, din pərdəsi altında gətirirəm, halala harama çıxardıram. Yaxşı, İmam Hüseyin əleyhissalam 6 ay müddətində bu insanları ayıltmaq istədi. Amma hansı məntəqəyə getdisə, baxdı ki, həmin məntəqənin insanları neçə illər bundan qabaq dünyalarını dəyişiblər. Neçə il bundan qabaq ruhları ölüb. Bəli. Maraqlısı bir sünədə Allah köməyiniz olsun. 6 ay ərzində ki, İmam Hüseyin əleyhissalam o yatmış insanları ayıltmağa çalışdı. 1400 ildə İmam Hüseynin məclisləri də bu yatan insanları ayıltmağa elə bil çalışır. Doğrudan bu xidmətlər özləri, yəni biz keçmişlərdən, qocalardan eşitdiyimiz xidmətlər ki, indi Allaha min şükür, belə də rahatçılıqda məscidlərdə icra olunur. Amma keçmişdə belə deyil idi. İndi əziz qarimiz, əgər belə bir təəssürat varsa, məsələn, qocalardan eşitdiklərimiz, qocalar məsələn keçmişdə bu cür rahat olmayıb. Və nəsə bu haqda bildiyiniz bir şey varmı? Bəli, hacı, həqiqətən düzgün bir mətləbə işarə edirsiniz ki, bu İmam Hüseyin əleyhissalamın əzadarlığı, İmam Hüseyin əleyhissalamın qoyduğu yol, məktəb əsas da böyük rol oynayan onları bizi çatdıranlardır. Bəli, bəli. Hər bir zəhmətə qatlaşıb, hər bir çətinliyə qatlaşıb, onları bizi bu günə gətirib çatdıranların xidmətləri böyükdür, yəni. Yəni bizim məntəqədə, bizim kənddə də bizim Quran müəllimi söhbət edərdi. Yəni mənim öz yaşımdan qabaq olan hadisələrdir ki, o Sovet dönəmində ki, əzadarlıqlara icazə verməzdilər. Cəmaat öz evlərində keçirdərdi. Məscidlər də bağlı idi. Və həmin Quran müəllimdir ki, mən elə bir yaşım idi ki, bizi göndərərdilər, məhlənin başında durardıq. Bir o məhlənin başında, bir o məhlənin başında. Gələn, yəni başqa bir məmur varsa, xəbər olunsun, bu əzadarlıq ya saxlansın, ya da sanki üzür məclisidir. Kimsə rəhmətə gedib. Hətta mən bunu da eşitmişəm, bu da indi düşdü yadıma. Ortaya cənazə kimi bir şeydə, yəni xalçıdan ya tabutuna qoyarmışlar ki, birdən qəfil gələn olsa, desinlər ki, üzür məclisimiz var, rəhmətə gedən var. Yəni, hər cür, necə deyərlər, yolları yaratdırdılar ki, bu əzadarlıq olunsun, yaşansın, gəlib bizim bu günümüzə çıxsın. Doğrudan o xidmətlərin nəticəsində gəlib bu bizim dönəmimizə çatıb. O xidmətlər də hacı əvəz olunmazdı doğrudan. Bəli. Allah onların da mükafatını versin. Amin, inşallah. Deməli, hacı, istərdim bir sualı da deyəm sizə. Bu bizim verilişimizin əvvəlində də elə belə verilişimizin canı budur. İmam Hüseyin əleyhissalam gördü ki, səs-küy gəlir. Həzrət Əbəlfəz əleyhissalama buyurdu ki, get gör nə istəyirlər onlar. Gəldi, dedi ki, qardaş, bunlar bizi öldürməyə gəliblər. Dedi, gör, bu günü möhlət verərlər bizə. İnni uhibbus salat və tilavətül Quran. Bəli. Mən namaz qılmağı və Quran oxumağı sevirəm. Yəni, istəyirəm ki, bu gecə mən Quran tilavət eləyəm. Büreyr İmam Hüseynin səhabəsidir. Bir axşamdır, İmam Hüseyin, biri, nə bilim, belə deyək, qılıncını itiliyir, biri namaz qılır. Gəldim, görüm, İmam Hüseyin öz xeyməsində Quran oxuyur. Və Ömər Sədin də qoşunu atla gəlir, müşahidə edir ki, görək nə vəziyyət nədir. Deyir, İmam Hüseyin əleyhissalam bir Quran ayəsi tilavət eləyirdi orada.
həmən o Quran ayəsinin tilavət eləyəndə təbii ki, o Quran ayəsinin içərisində çoxlu sözlər var. İstərdim həm o ayəni əgər siz üçün mümkünsə bir avazla oxuyardınız. Həm belə deyək də bir sizin səsinizə təbii ki, həmişə ehtiyac var. Həm də bir onu bir məna baxımından, təfsir baxımından da onu deyəriz. İmam Hüseyin əleyhissalam onu oxuyanda düşmən başlayır İmam Hüseyin əleyhissalamı lağa qoymağa ki, o ayə elə sizə aiddir, bizə aid deyil. Yəni məsələ gör bəzən elə bir yerə çıxıb ki, günahkar özün savabkar hesab edir. Bayaqdan elə onu deyirik ki, şəriət elə bir vəziyyətə düşdü, tapdalanmışdı ki, bəli. Haqlı haqsıza çevrilmişdir. Bəli. وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنفُسِهِمْ. Əhsən, maşallah. إنما نملي لهم ليزدادوا إثما Allah. ولهم عذاب مهين. Bəli, İmam Hüseyin əleyhissalamın nəfəsinizə bərəkət versin. Elə bil bir verilişimizin elə rozası da olar bu ayə. Allah sizin köməyiniz olsun. Bəli, Seyidcan, İmam Hüseyin əleyhissalamın oxuduğu, qeyd elədiniz, oxuduğu ayələrdən biri Ali İmran surəsi 178-ci ayədir. Quran-ı Kərimdə iki cür bu məzmunda ayələr var. Biri elə bu ayədir ki, İmam Hüseyin əleyhissalam bu insanlara oxuyur. Bu mənası nədir bu ayənin? Buyurur ki, kafirlər elə güman etməsinlər ki, bizim onlara verdiyimiz vaxt, zaman onların xeyrinədir. Biz innəmə numli ləhum liyezdadu ismə. Biz onlara ona görə vaxt veririk ki, onlar etdikləri günahları daha da artırsınlar. Bu ayənin mənası bundan ibarətdir ki, artıq bunlar, o bizdə deyirlər, divarı aşırdanda elə aşırdı ki, biraz yer saxla. Hamısını aşırtmada, yəni 4 divardırsa, 3-ünü aşırtırsansa, birini saxla. Bunun mənası bundan ibarətdir ki, insan bir ayağı yeri qoyar ki, qarşı tərəfdən bəzən olur da, görsən ki, qarşı tərəfə insan elə hərəkət edir ki, yəni yer qoymur ki, sabah desin ki, mən bağışla, mən üzürrə hesab elə. Yəni insan onu düşünməlidir. Allahın bəndələri arasında, yəni insanlar arasında da bir qrup insanlar var ki, onlar Allahla öz aralarında bir dənə də pərdə qoymayıblar. Bütün pərdələri yırtıblar. Yəni, belə deyə də dirsəyə qədər qollarını bulayıblar insanların bəli haqqına. Artıq qayıdış yeri yoxdur. Yəni, Allah artıq bunların tövbəsini qəbul etməz. Quran-ı Kərim nə deyir? Əgər siz deyir, 70 marratan, 70 dəfə belə qayıdıb tövbə eləsiniz, sizin tövbələriniz qəbul deyil. Bunlar həmin insanlardandır ki, İmam Hüseyin əleyhissalam bu ayəni oxumaqla deyirdi ki, artıq sizin ki, əliniz mənim qanıma bulaşacaq, artıq sizə bağışlanmaq yoxdur. وَلَهُمْ عَذَابٌ مُهِينٌ. Allah deyir ki, sizə alçaldıcı bir əzab hazırlamışıq. Amma Quran-ı Kərimdə ikinci bir ayə bundan ibarətdir. Baxın, deməli, Rum surəsi 41-ci ayə olmalıdır. Bəli. ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ bimə kəsəbət əydin-nəs. İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizlərdə fəsad baş verir. İnsanların öz əli ilə. Yaxşı, ayənin davamında buyurur ki, لِيُذِيقَهُمْ بَعْضَ الَّذ۪ي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ. Biz o etdikləri əməllərə görə biz onların bəzən sıxırıq, cəzalandırırıq ki, لَعَلَّهُمْ يَرْجِعُونَ. Qaydalar bizə. Bəlkə qaydalar. Bu... Elə bir onlara aid dördə bu ayə. İmam Hüseynin əleyhissalamın xitab elədiyi adam. Bəli, bu insanlar tamamilə aradan aparmayıblar pərdələri. Yəni Allah onların elədiyin ayə belədir ki, bir qismini onlara datdırar,
Çünki fəsad eləyib axı. Əlbəttə. Yüngülvarı Bəli, cəzalandırar. yüngülvarı cəzalandırar. Ayağına bir daş eləyirlər ki, Dolandırar. daş dəysin, o ağrının nəticəsində bilsin ki, mənim qarşı tərəfə verdiyim o əzabın ağrısı necə olur. Bəli. Birinin qəlbinə dəyirsə, birinin qəlbini sındırırsa, birinə töhmət vurursa, fırlanır gəlir onun özünə dəyir ki, o ağrını hiss eləsin və Allahdan tövbə istəsin, gedib qarşı tərəfdən tövbə diləsin. Həzrəti Zeynəb xanım Seyidcan, Kərbəla vaqiəsində ikinci qəhrəman Həzrəti Zeynəb xanımdır. Doğrudan, həqiqətən Kərbəlanın xanım Zeynəb Kərbəlanın bəli, qalmaq səbəbidir. Qalmaq səbəbi xanım Zeynəbdir, salamullahi aleyhə və çox maraqlıdır ki, Həzrəti Hüseyn, salamullahi aleyh, Kərbəlanı bacısına əmanət edir. Nə qədər əzəmətli xanım olasan ki, bir qardaş bütün irsin, belə deyək də, İslami irsdən söhbət gedir. Maddiyyata heç demirəm, ailəsin, uşağın, yerdə qalan əsirləri, yerdə qalan 72 şühədanın ailələrinin çoxu oradaydı. Yaxşı, bunlar tək öz başına səfər eləməmişdilər. Hamısını Həzrəti Zeynəb xanıma tapşırır. Həzrəti Zeynəb xanım Yezidlə olan diyaloqunda belə bir Yezidin sarayında söhbət eləyir. Deyir ki, ey Yezid, sən bu gün şadlanırsan, bizim qəm günümüzdə sən şadlanırsan. Sənin Loro dildə desək, əlin vurur, ayağın oynayır. Elə bilmə ki, bu möhlət ki sənə verilib, həmin o birinci ayə ki oxuduma, innəmə numli ləhum liyezdədu ithmə, bu ayə işarə eləyir Zeynəb xanım. Çünki İmam Hüseyin də oxuyurdu bu ayəni. Bu İmam Hüseyin bu ayəni oxuyur, Həzrət Zeynəb onu canlı Yezidin sarayında təfsir eləyir. Bunlar elə belə gəlib çatmayıb ki bizim əlimizə. Deyir ki, sənin əlin vurur, ayağın oynayır, ey Yezid. Bu günləri sən şadlanırsan, bu günləri sən bizi əsir gətirməklə, qollarımızı zəncirlə bağlamaqla sən elə bilirsən ki, sən qüdrətlisən, elə bilirsən ki, bu qüdrəti sənə Allah verib və Yezid deyirdi, axı, bu bizim Allah tərəfindən olan fəzilətimizdir. Deyir, sən bunu fəzilət hesab edirsən ki, sən zənən uşağı əlin zəncirli və bizi xarici hesab edib, dindən çıxmış hesab edib, özvü dindar hesab edirsən, deyir, yox, belə deyil. Allah sizə bu zülmünüzün qarşısında möhlət verib ki, sizin günahınızı daha da artırsın. Ta cəhənnəmdə daha çox yanar. Cəhənnəmdə, bəli, artıq bu insanların qayıdış yolu yoxdur. Allah bunlara sadəcə olaraq möhlət verir. İnsan elə bilir ki, möhləti çoxdur. İnsan elə bilir ki, yəni elə belə də olub gedəcək. Həmin gün ki, bu qürurlanır, elə bilir ki, bu qürur həmişə olacaq. Onun axşamı da var axı, onun o yatmağa gələndə vicdan əzabı var hələ cəhənnəmdən qabaq. Mən bunu düzmü elədim? Elə. Mən bunu niyə elədim? Yəni o insanın ruhən görmədiyi o varlıqların ona etdiyi təsirlərə xəbərsizdir. Söhbətlərlə Yezidi peşman eləmişdi xanım Zeynəb. Yezid artıq orada peşman olmuşdu Seyid, yəni oxuduğumuz tarixə əsasən. Bəli, bu ayənin yəni mənası bundan ibarətdir ki, Zeynəb xanım deyir ki, eybi yoxdur. Bir gün gələcək, sən ki mənim cəddimin dinini aradan aparmaq istəyirsən, sən ki mənim cəddimin o tapşırdığı əmanətlərin hamısını qətlə yetirib özünü qalib hesab edirsən, bir gün babamın şəriəti qalib olacaq. Sən bunu aradan apara bilməyəcəksən. Bəli, çox sağ olun Hacı, təşəkkür edirəm sizə də, əziz qarimiz. Allah ömrünüzə bərəkət versin inşallah. Doğrudan biz özümüz çox istifadə elədik. Allah ömrünüzə bərəkət versin inşallah. Allah razı olsun inşallah. Zeynəb xanımın adı gələndə qəm dolur adamın qəlbinə. Zeynəb xanımın həqiqətən o əsirlik dövrü tam bir başqa bir Kərbəla idi. Sən də mərsiyələri eşitmişəm Seyidcan. Zümzümə eləmişsən. Bəlkə bizə bir şey oxuyasan, qəlbimiz daha da inşallah. Qəmlənsiniz. Bəli, Allah alnımızdan qəbul eləsin inşallah. Biz də mərsiyəmizi oxuyarıq Allahın izni ilə. Allah köməyiniz olsun və Allahdan istəyimiz odur ki, Allah İmam Hüseyin əleyhissalam hörmətinə bizləri qəlbimizdən onların sevgisin, məhəbbətin, vilayətin çıxartmasını inşallah. Elə xanım Zeynəbin dilindən inşallah bir mərsiyə var. Mən də onu oxuyarım.
Ey başı ser neyzede merac eden, ey başı ser neyzede merac eden, geçen gece Xuliye mehman geden, geçen gece Xuliye mehman geden, sen oku Kur'an Hüseyin, mən də deyim can Hüseyin. Sen oku Kur'an Hüseyin, mən də deyim can Hüseyin. Ay yeri məzlum anamın sinəsi, mərifəti sinəsi gəncinəsi, tozludu qardaş üzün aynəsi, ver silməl an Hüseyin, hali perişan Hüseyin. Sen oku Kur'an Hüseyin, mən də deyim can Hüseyin. Üff ola bu küfənin əşrarinə, vurdular ot Fatimə gülzarinə, güller olub tuş sitem kârine. Ey gül Rizvan Hüseyin, bağrım olub kan Hüseyin. Sen oku Kur'an Hüseyin, mən də deyim can Hüseyin. Sen oku Kur'an Hüseyin, mən də deyim Hüseyin. Ey üzünün cilvesi nur ayesi, Nuh felekin perçemi pirayesi, var başımızda başın sayesi. Elleri ey kaşel ola düşmenin, xar ilə doldurdular gül damenin. Yusifimin soydular pirahenin, Yusifimin soydular pirahenin. Peykeri üryan Hüseyin, sinesi şan şan Hüseyin. Peykeri üryan Hüseyin, sinesi şan şan Hüseyin. Sen oku Kur'an Hüseyin, mən də deyim can Hüseyin. Sen oku Kur'an Hüseyin, mən də deyim can Hüseyin. Allah inşallah kabul eylesin. Amin inşallah. Allah köməyiniz olsun. Sizdən Allah sizdən də gəldiyiniz razı üçün olsun. minnətdarlığımı Təşəkkürlər. bildirirəm. Var Allah olsun. Sizdən razı olsun. razı olsun və buradan əziz bütün İmam Hüseyni sevənlərə, müsəlmanlara, xalqımıza istərdim dua eləyək. Allah İmam Hüseyn hörmətinə xalqımıza, millətimizə, dinimizə, şəriətimizə xidmət eləyənlərə kömək olsun. Xəyanət eləyənləri zəlil xar eləsin. Amin inşallah. Allah bəşəriyyətin nicatçısının zuhurunda təcil eyləsin. inşallah. Allah İmam Hüseyndən bir anda olsa bizləri Amin inşallah. ayrı salmasın. Amin. Əziz izləyicilərimiz, verilişimizin sonuna gəldik. Ümidvarıq ki, inşallah sizlərin xidmətində layiqincə dura bildik. Allah hamımızdan, bizlərdən və sizlərdən qəbul eləsin. Amin. Allah amanında salamat qalın. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا قل لا أسألكم عليه أجرا إلا المودة في القربى ويطعمون الطعام على حبه مسكينا
مسكينا ويتيما وأسيرا. Hüseyin